Mən Bəşirov İsaq Sabiroğlu, antiterror əməliyyatlarının qazisi 3-cü qrup Əlil Qarabağ qazisi. Xahiş edirəm sizdən Azərbaycan polisi, Daxili İşlər Naziri, cənab Vilayət Eyvazov, Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab İlham Əliyev, xahiş edirəm sizdən. Məni elə bir həddə gətirib çatdırıbdılar ki, mənim gələcəyim belə məhv olur, sonsuzluq diaqnozu da qoyublar mənə. Gələcəkdə bir atalıq hüququm belə yoxdur ki, mən gələcəyim məhv olub. Bu vətən uğrunda, millət uğrunda. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu haqsızlığa son qoyulsun. Gəncə şəhər Dövlət Yol Polisinin əməkdaşlarına bir son qoyulsun. Xahiş edirəm sizdən, mənim bu işimə baxılsın. Nəyə görə mən və Abdullayev Neymət, xüsusi qüvvələr mənsubu, ehtiyatda olan zabit, nəyə görə biz döyülüb söyülməliyik? Nəyə görə hər bir şəxsin bir qüruru var? Niyə bizim qürurumuz sındırılmalıdır? Nəyə görə? Cənab Ali Baş Komandanın tərəfindən hər bir qaziyə medal təklif olunur, imzalanmış şəkildə. Nəyə görə mənə deyir ki, sən güya qazisən? Deyirəm, bəli, qaziyəm. Deyir, medalım var. Deyirəm, hər bir şeyim var. Nəyə görə mənə deməlidir ki, o medalı sənə verənim belə-belə? O kəlməni dilimə gətirib o ifadəni işlədə də bilmirəm. Nəyə görə mənə o sözlər deyilməlidir axı? Niyə? Haqq ədalət varsa, niyə bu vəziyyətə qoyulmalıyam mən? Niyə? Yarımcan olmuşam, 12 dəfə əməliyyat olmuşam. 3 dənə güllə dəyib bədənimdən. Niyə? Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, sizə səslənirəm. Səsimə səs verin. Daxili İşlər Naziri, cənab Vilayət Eyvazov, cənab General, sizə səslənirəm. Səsimə səs verin, sizdən xahiş edirəm hər birinizdən. Axırda məni elə bir vəziyyətə gətirib çıxarıblar, canımdan bezmişəm. Öz canıma qəsd eləmək istəyirəm. Xahiş edirəm sizdən.